Əziz dostlar, artıq 2 aya yaxındır ki, Azərsport kanalının TikTok, YouTube və Instagram səhifələri işlənir. İmkan daxilində çalışıram sizi idman xəbərləri ilə, idman ətrafında baş verən hadisələrlə tanış edeyim. İndi bilmirəm nə qədər razı qalırsınız, nə qədər ürəyiniz olur. Əslində mən çalışıram ki, sizin hər birinizin öz fikriniz olsun, öz fikrinizi bildirəsiniz. Mən o fikirləri dinləyim. Müəyyən qədər o mənim işimə də xeyirdir. Müəyyən qədər idmançılara, məşqçilərə də çatdırıram ki, bilməlidirlər ki, azarkeşlər onlar haqqında nə düşünürlər. Bura açıq meydandır, belə deyək. Kim necə istəyirsə, mədəni formada əlbəttə ki, öz fikirlərini deyə bilər. Və inandırıram sizi ki, heç nə problem olmadan mən yenə də öz işimi davam edəcəm. 32 il necə idman jurnalistikasında işləyirəm, yeni də eləncə davam edəcəm. Çox sağ olun ki, baxırsınız. Sizin Vüqar Zeynalov.